Hər birinizə salamlar. Podkastımın 3-cü bölümünə xoş gəlmisiniz. Bugün sizə doğrudan da fikirləşdim ki, nə ilə bağlı danışa bilərəm. Bir müddətdir də podkast qeyd eləmirdim. Ona görə çətinlik çəkdim biraz açığı. Amma qərara gəldim ki, öz həyatımda, 25 illik həyatımda ən böyük uğurum hesab etdiyim bir məsələdən danışım. Biraz neqativə çox fokuslandım. Mənim üçün həyatımda, mənim üçün və ətrafımdakilərin də məndə ən belə necə deyirlər, həm paxıllığın çəkdiyi, həm də ki, belə təqdir elədiyi məsələlərdən biri də mənim münasibətimdir partnərimlə. Artıq 2 ildir davam edən çox güclü bir deyərdim münasibətimiz var və mən bir 5 il öncə bu haqda düşünsəydim, ağlıma belə gələ bilməzdi ki, bu yaşda artıq mən münasibət qurmuş olacağam, doğrudan da həyatımın o ruh eşini tapmış olacağam və doğrudan da çox xoşbəxt bir münasibətim olacaq. Çünki mən məktəbdə oxuyanda, həm məktəbdə, həm universitet vaxtlarında həmişə daha diqqət çəkməyən bir qız olmuşam. Necə ki, yəni o yaxşı qız, yaxşı dərs oxuyan, yaxşı qiymətləri olan, hamı ilə də münasibəti yaxşı olan, amma heç vaxt o belə oğlanların arxasınca qaçmadığı, onu məsələn məktəbdə olurdu ki, gəlib bizdən soruşurdu ki, falan qızın sevgilisi var. Amma mənim haqqımda məncə heç kimdən belə bir şey soruşmayıblar. Mən həmişə onun belə necə deyirlər, doğrudan həsrətində olmuşam. Məktəbdə olanda fikirləşirdim ki, orta məktəbdə, sinifdə ki, 9-cu sinifdən yuxarıda olar. Oradan məktəbi dəyişdim 9-cu sinifdə. Düşündüm ki, okey, təzə məktəb, ümid edirəm burada bir özümə ən azından bir flörtüm olacaq. Daha sonra universitetə gedəndə tək məqsədim bəlkə də oydu ki, bir normal təhsil almaq. Çünki maraqlıydı mənə universitet. Amma ondan da çox istədiyim bir şey var idi, o da flörtüm və sevgilimin olmasıydı. Hər birimiz məncə bu kinolara baxanda, seriallara baxanda ki, o necə deyirlər, lisə aşkları, universitet sevgililəri olan görəndə mən çox doğrudan belə ürəyim gedirdi ki, çox istəyirdim ki, mənim də olsun. Amma ki, 5 il universitet oxuyandan sonra da təbii ki, nə qədər istəsəm də, nə qədər mənim crushlarım olsa da çox bəyəndiyim, yəni uzun müddətdə olsa, belə yaxın dostlarından da fikirləşirəm ki, xoşum gəlir, yoxsa sadəcə dostluq, ətrafdakı bir qrup yoldaşın sevməsə də, yəni də fikirləşmək ki, dur, görə məndən xoşu gəlir falan. Çünki biraz qəribə idi ki, 22 yaşında, artıq 21-22 yaşlarında mənim indiyə qədər heç vaxt sevgilim olmamışdı və bu hissi yaşamağı çox istəyirdim. Bəlkə də belə bir şey var ki, bir şeyi çox istəyəndə o şey alınmır, ona görə buraxmaq lazımdır. Amma ki, məndə təbii ki, alınmırdı. Həmişə də gözləyirdim ki, okey, bu il mənim üçün uğurlu olacaq. Deməzdim ki, özümü də çox belə gözəl hesab edirdim. Həmişə həm çəki ilə bağlı problemim olmuşdu, həm özgüvənim o qədər yerində deyildi ki, düşünürüm ki, mən bu qədər gözəl qızam, demək ki, problem olanlardadır. Ona görə həmişə özümdə fikirləşirəm ki, bəlkə xasiyyətim pisdir, bəlkə görünüşüm yaxşı deyil, bəlkə nəsə çatmır, bilmirəm. Amma yəni də bu sahədə çox düşünürdüm və mən bununla bağlı bir çıxış yolu onda tapdım ki, başladım ciddi şəkildə bunu araşdırmağa. Necə ki, universitetdə bizdə bir dərs ya bir semestr ərzində biz onun üstə çalışırdıq ki, hər tərəfli araşdırırdıq bir mövzunu, onu sıfırdan anlamaya çalışırdıq. Bu mövzunu da mən artıq belə ələ almağa başladım. Mənim metodologiyam ondan ibarət idi ki, mən çox sevirəm bu rom-com, romantik komedi kinolarına baxmağı, türk seriallarına baxmağı, hansı ki, bu daha çox yayda olan qısa müddətli seriallarda daha çox sevgi fokuslu olur. Bunlara baxmağı çox sevirdim. Amma gördüm ki, sadəcə baxanda və arzulayanda, yəni o dərəcə ki, yatanda da mən artıq fikirləşirdim ki, aynı gözəldir, özümü o aktrisaları yerində təsəvvür edirdim. İstəyirəm ki, okey, mən istəyirəm ki, partnerim belə görünsün, belə xasiyyəti olsun, belə olmasın. Bunun haqqında çox düşündüm. Daha sonra isə başladım ki, daha biraz böyük insan roluna buna yanaşmağa. Başladım münasibətlər haqqında kitablar oxumağa. Mən kitab oxumağı da normalda çox sevdiyim üçün, yəni çox özümü ekstravert saymazdım.
Ona görə introvert və ekstravert arası biri olaraq kitab oxumaq mənə doğrudan zövq verən bir məsələ idi və hər zaman nə ilənsə bağlı bir bilim olsun istəyəndə həmişə kitablara müraciət edirdim ki, bir-iki kitab oxuyub qutarandan sonra artıq mənim bu məsələ ilə bağlı uğurlu olacağam. Ona görə də başladım kitablardan. Bir neçə kitab var idi ki, həm kiminsə hekayələri ilə bağlı, həm ümumiyyətlə necə eləmək olar ki, bu cəzb etmə taktikaları, oğlanlarla necə danışmaq lazımdır, necə eləməlisən ki, onlar sənə diqqət versin, necə flört eləmək lazımdır, nə deməlisən, nə deməməlisən. Və təxmin edirsiniz ki, YouTube-da, ümumiyyətlə internetdə də bununla bağlı dəhşətli dərəcədə kontent var. Instagramda bəlkə də 1000-2000 coach var sırf bu mövzu üstündə, fərqli dillərdə təbii ki. Və mən başladım bunların üstündə çox çalışmağa, oxumağa və doğrudan da çox yaxşı ədəbiyyatlara rast gəldim. Bəziləri, necə deyirlər, bullshit ola bilərdi, amma ki, bəzilərindən də çox dəyərli şeylər öyrəndim və indiki yaşımda münasibətlərimə baxanda, xüsusilə romantik münasibətimə, görürəm ki, onlardan öyrəndiyim çox şey var. Hansı ki, mənə heç vaxt ciddi münasibəti olmayan bir insana, bir kişi ilə, bir oğlanla danışmaq tərzi ilə və rəftar tərzinin bir kişi ilə, kişi bu demək deyil ki, müəyyən bir yaşı olmalıdır, sadəcə xarakter olaraq doğrudan mature bir level'a gəlmiş bir kişi ilə danışmağın yollarını da mənə göstərirdi və mən oradan çox şey öyrəndim. Və universitetdə də artıq əlimi üzərindən sonraki artıq heç nə olmayacaq və universitetimin son ili pandemiya dövründə keçmişdi. Bundan sonra artıq mənə elə gəldi ki, okey, mən sadəcə özümə fokuslanacağım və belə bir söz eşitmişdim, ya oxumuşdum hardasa ki, əgər siz düzgün insanı tapmaq istəyirsinizsə, birinci özünüz düzgün insan olmalısınız. Bunu əslində başa düşmək və tətbiq eləmək çox da asan olmasa da, mən bunu illər ərzində bu sözü xatırlaya başa düşdüm ki, doğrudan da hər şey onu göstərir. Əgər biz doğrudan da doğru və məsələn idmanla məşğul olan ayrı bir insandan sevgili olmaq istəyirik, amma biz heç vaxt idman eləməmişik, bu biraz daha məntiqə uyğunsuzdur. Və yaxud xarici dillər bilən İngilis, Rus, Fransız dillərində danışan birini istəyiriksə, amma ki bizim bu dillər haqqında heç bir məlumatımız yoxdursa, yenə də o insanın bizlə vaxt keçirməsi biraz daha çətinləşir. O insanla daha bir orta dil tapmağımız daha qeyri-real gəldiyi üçün mən də qərar verdim ki, mən doğru insan olacağım və buna fokuslanacağım. Və başladım yenə də davam eləməyə. Bəzi məsələn filmlər artıq gördüm ki, onlar necə deyirlər, toksikdir. O harda ki mənə düzgün rəftar formasını yox, sadəcə daha çox reytingli, daha emosiya olaraq qarmaşıq, amma ki dəyər qatmayan bir seriallar. Necə ki məsələn oğlanla qız bir-birinə danışır, amma ki bir anda fikir verirlər ki, yox, mən deyəsən başqasından da xoşum gəlir. Bir üçlü yaranır, amma əslində real həyatda doğrudan da birindən sevmək, birindən xoşu gəlmək mütləq bunu bu münasibətdə üçüncü nəfər olmalıdır demək deyil. Ona görə də mən artıq bəzi filmləri, serialları, kitabları filtrləməyə başladım ki, okey, mən bunlardan hansının doğrudan da həyatımda olmasını istəyərəm və özümə bir list çıxartdım. Bu siyahı da illər ərzində çox dəyişdi, amma ki bunu da paylaşmaq istərdim ki, necə çox vacib bir məsələdir əslində öz istəklərimizi özümüz üçün qeyd eləmək. Məsələn, çox insandan soruşsaq, deyəcəklər ki, mən istəyirəm ki, yaxşı bir oğlanla münasibətim olsun. Amma ki, bu yaxşı oğlanın nə demək olduğu detalları ilə nədir, sənin üçün yaxşı insan nədir ümumiyyətlə, sənin üçün bir partnerdən gözləntilərin nədir, sevgi dilin nədir, məsələn, bu çox önəmli bir məsələdir ki, mən çox az adamda görmüşəm, Azərbaycanda buna fikir verildiyin ki, bir insanı biz əslində öz sevilmək istədiyimiz kimi yox, o necə sevilmək istəyirsə, elə sevməliyik.
bizə ola bilər ki, bir hədiyyə alınması bizi daha çox sevilmiş kimi hiss edir, amma birinə sadəcə xoş bir söz söyləmək onu daha çox sevilməyini hiss elətdirirsə, biz artıq ona öz sevgi dilimizlə yox, onun dili ilə müraciət etməliyik. Və belə məsələləri araşdırdıqca gördüm ki, bu siyahı mənim üçün çox vacibdir. Və özüm üçün siyahı tutdum. Amma ki, bunu hamıya doğrudan da tövsiyə edirəm ki, mümkün olduqca detallı bir siyahı olsun bu sizin üçün. İmkanlı, işi olan, bilmirəm, çox dil bilən, yəni bunlar çox əslində geniş sözlərdir. Mən orada çox siyahı ilə yazmışdım ki, mən 1.75 boyunda, 1.75-də mənim öz boyum çox hündür olmadığı üçün mən düşünürdüm ki, 1.70-dən yuxarı bir oğlanla yaraşmarıq, bir-birimizə uyğun gəlmərik. Təbii ki, bu biraz düz gəlmədi real həyatda, amma ki, bunu məncə biraz dəyişdirmək olar. Mən məsələn qeyd eləmişdim ki, mən qaraşın 1.75 boylarında bir oğlanla görüşmək istəyirəm. Daha sonra qeyd eləmişdim ki, məsələn, həm istəyirəm ki, çox yaxşı bir xasiyyəti olsun, ki, çox incə düşünə bilsin, qadınların istəklərinə qarşı çox həssas olsun. Bunu da mən hamıya ətrafımdakılara deyəndə deyirlər ki, ümumiyyətlə elə bir insan yoxdur sənin kriteriyalara görə. Amma ki, mən neçə ay sonra göstərdim ki, doğrudan da var və mənim hal-hazırdakı partnyorum qeyd elədiyim hər bir kriteriya uyur. Bir dənə boy biraz artıq gəldi, amma onu da məncə keçmək olar. Orada mən qeyd eləmişdim ki, mən istəyirəm ki, partnerim həm belə qoruyucu bir xarakter olsun, yəni ki, məsələn, mənim qayğıma qalsın, həm fiziki olaraq ki, məni qorusun, həm maddi olaraq mənə dəstək ola bilsin, həm də ki, doğrudan da emosional olaraq bu emotional intelligence dediyimiz emosional olaraq intellektual olsun. Yəni ki, mən ona öz hisslərimdən danışanda mənə artıq deməsin ki, boş şeylərdir, özündən qurursan, belə. Mən bunların hamısını qeyd eləmişdim orada ki, mən istəyirəm emosional, intellekti yüksək bir insan olsun. Üçüncü qeyd elədiyim o idi ki, partnerimin hər zaman dostlarımla çox yaxşı münasibətini olmasını istəyirdim. Çünki dostlarım mənim çox belə böyük, yaxın dostlarım çox sayı olaraq olmasa da, yəni o ətrafımdakı insanlar mənim üçün çox önəmlidir və bunu da görmüşdüm vaxtlayən ki, bəzən olur insanların partnyoru var, amma ki, dostlarıyla yola getmir və yaxud birinin o birindən xoşu gəlmir necəsə və bu artıq onların həm münasibətlərinə, həm dostluqlarına təsir edir. Ona görə mən mütləq qeyd eləmişdim ki, partnyorumun dostlarımla da əla münasibəti olsun və bu da gerçəkləşdi. Çünki mənim hazırdakı partnyorum dostlarımla bəzən mənlə də yaxın olur. Bunu qısqanmıram deyil. Mənim 10 illik rəfiqəmi bir-biri ilə patroşka deyə çağırırlar belə bəzən zarafatla. Çünki doğrudan da mən məsələn illərdir öz rəfiqəmin həyat yoldaşıyla qura bilmədiyim münasibəti mənim partnyorum hazırda mənim rəfiqələrimlə qura bilir. Doğrudan da o həddini nə qədər yaxınlıq qura bilər, hansı səviyyələrdə, hansı mövzularda bir-birinə münasibət qurmaları yaxşıdır. Məsələn, ikisi də bu tərəfdən bir-birinə yola getdiyi üçün və digər ətrafındakı insanlarla da çox anlayışlı və yola gedəndir. Ona görə də mən gördüm ki, bunu belə qeyd eləməyə ki, mən istəyirəm dostlarımla partnerimin münasibəti yaxşı olsun. Buna da bir klik qoya bilərik ki, bu da gerçəkləşdi. Növbəti kriteriyam o idi ki, doğrudan da uzun söhbət edə biləcəyim bir insan olması. Çünki mən bir tərzi bürcü olaraq və yüksələnimin də dolça olduğunu nəzərə alsaq ki, bu bürclər doğrudan da intellektual olaraq biri ilə də kommunikasiya qurmaq önəmli də onlar üçün. Mənim üçün çox vacibdir ki, mən ətrafımdakı həm dostlarımla, həm partnerimlə doğrudan da oturub söhbət edə bilirəmmi? Və buna təkcə birinə söhbət eləmək istəyəndə hamıyla bir qısa müddət söhbət eləmək olar. Sadəcə mənim nəzərdə tutduğum daha çox dünyaya baxışlarımızın bir olmağı, bəzi məsələlərdə bir olmasa belə doğrudan da bir-birimizlə çox hörmət səviyyəsində öz fikirlərimizi bildirə bildiyimiz, nəyisə müzakirə eləyə bildiyimiz və maraqlarımızın da
üst-üstə gəldiyi bir münasibətdir. Çünki mən çox kitab oxuduğum, psixologiya, fəlsəfə, ümumiyyətlə, yəni hər şeylə bağlı mən kitab oxuya bilərəm. İlk kriteriyamda bir şey öyrənmək istəyirəmsə kitab olduğu üçün mənim üçün çox vacibdir ki, mən bu öyrəndiyim şeyləri biri ilə daha çox müzakirə edə bileyim. Və mən məsələn psixologiyadan danışıramsa, doğrudan da qarşımdakı da o mövzulardan 100% məlumatı olmasa da ən azından əsas mövzuları başa düşə bilsin və bu mövzularda bir fikir mübadiləsi apara bilər. Və bunda da çox şanslıyam ki, həm doğrudan da maraqlarımızın üstə düşdüyü, həm də ki, bu mövzularda həyata baxış açımızın eyni olduğu bir partnerim var. Biz həmişə, məndən anam da soruşurdu ki, siz nə edirsiniz görüşəndə ümumiyyətlə, yəni necə vaxt keçirirsiniz? Çünki biz artıq 2 ildir bir yerdə vaxt keçirməyimizə baxmayaraq, yenə də bəzən olur ki, saatlarla çox kiçik bir şeyin üstündə müzakirə apara bilərik, araşdıra bilərik, danışarıq bir şeyin üstündə və yəni sırf danışarıq. Bu mənim üçün çox önəmli idi. Və mənə də həmişə maraqlı gəlir ki, sevgililər ümumiyyətlə oturanda neynirlər bir yerdə də, yəni bu qədər vaxt keçirəndə neyniyə bilərlər. İndi başa düşürəm ki, doğrudan da əgər düzgün münasibətdəsinizsə və qarşınızdakı ilə çox uzun söhbətlər apara bilirsinizsə, bu çox sağlam bir münasibətin əslində açarıdır deyərdim hətta. Çünki bir insan inanırsa ki, danışaraq hər şeyi həll edə bilər və qarşısındakı da buna razıdırsa, düşünmürəm ki, hər hansı bir problemi həll eləməyə bilərlər. Hər şeyin bir, təbii ki, necə deyərlər, onun bir həll yolu var. Amma bu həll yolu tapmaq insanlar nə qədər maraqlıdır və yaxud bəzi şeyləri izah eləmək də çox insan istəmir. Fikirləşirlər ki, yox, o mənim nə istədiyimi bilsin, o mənim nə gözlədiyimi bilsin. Amma real həyatda mən görürəm ki, belə deyil. Nə kişilər qadınların fikrini oxuya bilər, nə də ki, qadınlar kişilərin. Ona görə çox vacibdir ki, ətrafınızdakı insanların və partnerinizin doğrudan da özünü ifadə edən bir insan olması, özünün başa düşməsi, ona görə də sizi başa düşməsi üçün vaxt lazımdır və sizin özünüzü ifadə etməyiniz də çox vacibdir. Amma ki, mən çox şadam ki, bunu mən münasibətdən öncə də başa düşmüşdüm ki, nə problem olsa da bunu açıq-açıq demək lazımdır. Birində bir şey xoşunuza gəlmir, narahat edir. Bunu yəni sən beləsən kimi yox, sənin belə rəftarın mənə belə hiss elətdirir kimi bir sistem qurmaq və bunu fikirlərinizi deməkdən çəkinməmək. Yəni qarşımdakı pis olar, belə fikirləşər, elə fikirləşər. Bunlar hamısı insanın əslində beynində qurduğu senaryolardır və real həyatda doğrudan da o qorxunu keçib qarşımdakına hisslərini deyəndə və ona izah eləyəndə ki, mən belə hiss edirəm və mən belə hiss eləmək istəmirəm və yaxud istəyirəm. Mənim buna xoşum gəlir, buna xoşum gəlmir. Və doğrudan da bunun üstündə çalışdıqca bu da əslində bir praktika tələb edir. Nə qədər teorik bilginiz olsa da bunu da bir praktika eləyərək ki, mən öz hisslərimi qarşımdakına necə çatdırsam, nə onu incidərəm, nə də ki, özümü incidərəm ki, doğrudan da əslində çox yaxşı bir şey deyil ki, bir şey sizi narahat edirsə bunu içinizdə saxlamaq. Çünki əslində mümkün deyil. Bir yerə qədər saxlamaq olur o hissləri, bir yerdə heç gözləmədiyiniz anda, heç gözləmədiyiniz bir məsələdə o hisslər artıq özünü bir üzə verir. Heç bir gizlətdiyiniz hiss, ifadə eləmədiyiniz fikir, hiss, bunlar heç vaxt ortadan itmir. Sadəcə özünü gizləyir və sizin istəmədiyiniz vaxtlarda çox vaxt özünü artıq bir üzə verir və artıq çıxır və bunu idarə etmək çox da çətin olur. Bəzən çox insan deyir ki, kiməsə əsəbləşdim, amma bilmədim ki, niyə əsəbləşdim. Əslində çox balaca bir məsələ idi, başa düşürəm. Amma ki, içimdən elə gəldi. Bu deməkdir ki, onun həmin insanla və yaxud bu mövzuda bir bastırılmış hissi var və o hiss artıq öz maksimumuna çatdığı üçün artıq insanın içində onu idarə edə bilmir. Və insan hissləri əslində bizim digər varlıqlardan da ən güclü olan bəzi mənbələr qeyd edir ki, bəzən insan intellektlidir, amma intellektdən də əlaqə mən deyərdim ki, bu bizim emosiyalarımız, bizim hisslərimiz, bəzi hadisələrə və insanlara qarşı olan o içimizdəki səsdir.
və doğrudan da önəmlidir ki, biz o içimizdəki səsi dilimizlə ifadə edə bilək. Və əmin olun ki, əgər siz özünüzü başa düşmürsünüzsə və siz özünüzü ifadə edə bilmirsinizsə, qarşınızdakı heç vaxt sizi başa düşməyəcək. Bu partnyor da olmayacaq. Yəni tək partnyor da deyil. Bu ailə üzvləriniz ola bilər, uşaqlarınız ola bilər, dostlarınız, iş yoldaşlarınız və insanlar hansı ki düşünür, onlar başa düşülmür başqaları tərəfindən. O insanlardır ki, hansı ki birinci onları özlərini başa düşmür. Onlardan soruşsanız ki, okey, onlar səni başa düşmür, onlar bilmir nə istəyirsən, özün bilirsənmi nə istəyirsən. Onlar başlayacaqlar bəyənmədikləri şeylər saymağa, çünki bu daha asandır. Amma bəyəndikləri şeylər hansılardır, necə sevilmək istəyirlər, necə bir dost kimi davranılmaq istəyirlər, necə bir iş yoldaşı kimi davranılmaq istəyirlər. Artıq bununla bağlı çox fikirləri yoxdur. Çünki bu doğrudan da özünə vaxt ayırıb, özünlə oturub, özünü başa düşməkdən keçən bir yoldur və çox insan təəssüf ki, başqalarını günahlandırmağı, bu gözləntinin başqalarının boynuna qoymağı çox daha asan gəlir onlara və mən deyərdim ki, asandır əslində. Amma ki, effektiv və doğrudan da uzun müddətli işləyə biləcək bir metodologiya deyil. Sonuncu kriteriya, vacib kriteriyaların təbii ki biri mənim üçün oydu ki, doğrudan da həyat planlarımız üst-üstə düşməyi idi. Çünki mənim ətrafımda gördüyüm və bu illər ərzində müşahidə etdiyim məsələlərdən biri oydu ki, çox insan ailə münasibəti quranda, sevgililiyə başlayanda, ümumiyyətlə flörtə belə başlayanda bu məsələləri müzakirə etməkdən çəkinirlər. Və bu daha sonra onların münasibətində doğrudan çətinliklərə gəlib çıxardır. Necə məsələlərdən nəzərdə tuturam? Məsələn, pulla bağlı. Pul bizim cəmiyyətimizdə də, çox ölkələrdə də ümumiyyətlə biraz tabu deməzdim, daha çox diskomfort yaradan bir mövzudur ki, qadınlar bunu müzakirə eləmək istəmir ki, ay məni gold digger olaraq görər, ay mənim haqqımda pis düşünər və yaxud kişilər bu haqda danışmaqdan çəkinir, qorxurlar ki, qarşılarındakı qadın ona qaşlıq gözü ilə baxır. Ona görə də, amma mənim gördüyüm məsələlərdən biri odur ki, artıq münasibətin bir mərhələsində görürsünüz ki, artıq ciddiyə gedə bilər və yaxud siz bir yerdə daha çox vaxt keçirirsiniz və bu məsələlərlə bağlı düşüncələriniz var ki, görəsən belə o necə düşünür bu məsələ haqqında. Bunlardan mən həmişə gördüm ki, eyni fikirli olmaq iki insanın çox önəmlidir. Necə? Çünki məsələn mənim üçün normal bir həyat şəraitinin olması, yəni orta səviyyədən də yuxarı önəmlidir. Və mən universiteti bitirməmişdən də əvvəl işləməyə başladığım üçün, artıq öz pulumu qazandığım üçün mən özümə müəyyən şeyləri icazə verə biləcək bir yaşdayım. Və münasibətə də başlayanda bilirdim ki, mənim müəyyən bir həyat standartım var və mən bundan aşağısına razı olmaq istəmirəm. Ona görə deyil ki, yəni mənim üçün həyatda birinci yerdə puldur, amma mən başa düşürəm ki, mənim həyatımda istədiklərimi gerçəkləşdirmək üçün mənə müəyyən bir məbləğ lazımdır ki, bu aylıq əsasda ola bilər və illik əsasda nə qədər pul lazımdır ki, mən bunlar bəzi insanlar düşünür ki, pul boş şeydir, pul yəni pulsuz da sevgi olar, xoşbəxtlik olar, amma ki mən deyərdim ki və çox insanda da gördüyüm ki, sevgini məhv eləyən mövzulardan biri də bu pul və pulla bağlı düşüncələrin müzakirə olunmamasıdır. Mən bunu ən əvvəlcədən qeyd eləmişdim ki, mən hansı maddi səviyyədə biri ilə bir yerdə olmaq istəyirəm və yaxud mən gələcəkdə Azərbaycanda mı yaşamaq istəyirəm, xarici bir ölkədə yaşamaq istəyirəm. Bu düzgün deyil ki, mən əgər xarici ölkəyə keçmək istəyirəmsə, Azərbaycanda biri ilə tanış olub görüşüm, amma daha sonra deyim ki, yox, gəl məndən keçək xaricə. Yəni bu məsələlər əslində ciddi məsələlərdir. Və yaxud bir neçə il əvvəl mən ümumiyyətlə child free düşüncəsini dəstəkləyirdim və düşünürdüm ki, mən heç vaxt uşağımın olmasını istəmirəm və qarşımdakına da bunu açıq qeyd edirdim ki, bax, mənim həyatla bağlı planlarım belədir
Və əgər sən də bu fikirlə, çünki bu saydığım məsələlər pul, yaşadığımız ölkə, həyat standartları, uşaq olub olmaması, o uşaqları əgər olacaqsa hansı şəraitdə böyütmə, hansı düşüncə tərzi ilə böyütmə, bunlar əslində çox böyük məsələlərdir və bir çox insan sadəcə düşünür ki, mən belə düşünürəmsə, yəqin o da fikirləşir belədir və yaxud mən belə istəyirəmsə, yəqin o da istəyir, amma biz başa düşməliyik ki, heç kim bizim fikrimizi oxumur və heç kim də bizimlə eyni fikirdə olmaq məcburiyyətində deyil. Ona görə mən bu əsas məsələlərdə də qeyd eləmişdim ki, maddi olaraq necə bir insan istəyirəm, uşaq olmasını mı istəyirəm və məsələn həmin vaxtda qeyd etdiyim siyahıda yazmışdım ki, doğrudan da o da child free bir insan edirəm, çünki bu mənim üçün önəmli idi o vaxt. Daha sonra hansı ölkədə yaşamaq istədiyim, hansı səyahət planlarımın olmağı, hansı milestone-ları özümə qoymağım ki, magistr dərəcəsi almaq istəyirəm, burada təhsil almaq istəyirəm və bunlara da doğrudan uyğun olan bir partnerin kriteriyalarını qeyd eləmişdim. Və gördüm ki, doğrudan da bu sahədə özümə açıq olmağım, yəni mən bəzən olur ki, insanlar pis hiss elətdirməyə çalışır ki, yox, sən pul bassan, sən pula önəm verirsən. Amma ki, belə baxanda ki, adi bir idman növü ilə məşğul olmaq, sağlamlığınız üçün belə və yaxud həkimə getmək, sağlamlığınızın qayğısına qalmaq, yemək almaq, özünüzə paltar almaq, bunların hamısı pul tələb edən bir məsələdir və mən burada da dəstəkləmək üçün, həm də ki, doğrudan göstərmək üçün ki, burada pis bir şey əsla yoxdur ki, bir insan yaxşı yaşamaq istəyir. Bir çox bu propagandalar, seriallarda ki, ay kasıb oğlan, varlı qız, yəni varlı oğlan, kasıb qız, ay pulsuz olmaq yaxşıdır, pulsuz və qürurlu. Bu əslində bir propagandanın parçasıdır ki, insanlar sadəcə azar-az olsun. Mən amma başqa bir düşüncədə olduğum üçün də həyatıma doğrudan da bu bolluq düşüncəsində olan, doğrudan da pulun insana necə də yaxşı bir şeylər gətirəcəyini başa düşən bir partnyorumla qarşılaşdım və gördüm ki, biz bunu bir-birimizə açıq-açıq dediyimiz üçün də artıq bir-birimizi dəstəkləməklə həm gəlirimizi artırmağa başladıq, həm həyat səviyyəmizi artırmağa başladıq və görürəm ki də bəzi insanların bunu necə deyirlər, paylaşmaqdan çəkinməsi münasibətlərdə çox daha böyük problemlərə gətirib çıxarır. Ona görə də son qeydlərimdən biri olaraq bildirmək istəyərdim ki, nə olursa olsun fikriniz, düşüncəniz, hissləriniz bu dəyərlidir. Sizin olan hər bir şey dəyərlidir, necə ki, siz dəyərlisiniz. Və bunu paylaşmaqdan da heç vaxt çəkinməməlisiniz. Ola bilər ki, məsələn, valideynlərinizlə düşünürsünüz ki, artıq bunu müzakirə etməyin mənası yoxdur. Bu hissəsini başa düşə bilərəm. Çünki onlar artıq fərqli bir nəslin nümayəndəsidir. Onlar üçün ola bilər ki, onlar buna qərar vermir deyə siz bunları onlara məcbur müzakirə etməli deyilsiniz. Amma ki, partnyorum deyəcəyiniz, bir ömür keçirməyə planlaşdırdığınız və yaxud bir ömür olmasın, bir müddət vaxt keçirməyə planlaşdırdığınız sevgiliniz, partnyorunuzla bu mövzuları müzakirə etməyiniz çox vacibdir. Və görəcəksiniz də ki, bu normalda propaganda olunan manipulyasiyalar, taktikalar, bunları eləmədiyiniz bir münasibətdə doğrudan çox xoşbəxt ola bilərsiniz. Bəlkə ilkin mərhələlərdə flört mərhələsində ola bilər ki, maraqlıdır, münasibətə həyəcan qatır. Amma ki, ciddi biri ilə bir münasibət düşünürsünüzsə, ona özünüzü göstərməyiniz, öz fikirlərinizi paylaşmağınız, öz hisslərinizi bildirməyiniz qədər dəyərli bir şey yoxdur. Çünki nə qədər də mən buna inanmasam da əvvəlki bir dövrdə, əgər biri sizin çox dərindəki hisslərinizi görüb və sizi bununla qəbul edə bilmirsə, bu deməkdir ki, doğrudan da o sizinki deyil. Və hər bir insanın düşünürəm ki, bu həyatda bir ruh ikizi, soulmate, doğrudan da o almanın ikinci yarısı olan bir partneri var. Və əgər siz də özünüzü tanımağa vaxt ayırsanız, istəklərinizi, həyatdan gözləntilərinizi tanımağa vaxt ayırsanız və başa düşsəniz bunu, qarşınıza da doğrudan da sizin istədiyiniz kimi
fərqli, yəni vacib deyil. Necə bir tipdə. Əsas o da sizin istədiyiniz kimi və sizə uyğun olan biri qarşınıza mütləq gəlib çıxacaq. Hər birinizə xoş günlər arzu edirəm. Məni dinlədiyiniz üçün təşəkkürlər.